Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan çevrə üzrə bərabər sürətli hərəkətdə sürət mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Biz sizinlə əvvəlki dərslərimizdə çevrə üzrə bərabər sürətli hərəkət anlayışı ilə tanış olmuşduq. Bilirdik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə cismin trayektoriyası çevrə üzrə baş verir, yəni əyri xəttli trayektoriyadır. Lakin sürətinin qiyməti dəyişmir. Sürətin qiymətinin dəyişməsinə baxmayaraq istiqaməti daim dəyişirdi və çevrəyə toxunan istiqamətində yönəlirdi. Bugünkü dərsimizdə biz sizinlə çevrə üzrə bərabər sürətli hərəkətdə sürətin düsturu ilə, ifadəsi ilə tanış olacağıq. Sürət ümumiyyətlə V hərfinə işarə olunur. Biz bilirik ki, əvvəlki dərslərimizdə düzxətli bərabər sürətli hərəkətdə sürət V bərabərdir S bölünsün T və ya L bölünsün T şəklində yazılırdı. Biz burada L-in yerinə çevrə üzrə hərəkətdə gedilən yol kimi çevrənin uzunluğunu götürürük. Çevrənin uzunluğu bilirik ki, L bərabərdir 2πr-ə bərabərdir. Ona görə 2πr yazırıq. Zaman kimi period götürürük. Çünki bir tam dövrə sərf olunan zaman period kimi qəbul olunur. Period yazırıq. Yəni biz çevrənin üzrə bərabər sürətli hərəkətdə xətti sürəti V bərabərdir 2πr bölünsün T şəklində də yaza bilərik və həmçinin V bərabərdir 2πr-n şəklində də yaza bilərik. Burada ona görə bu şəkildə yazırıq ki, biz bilirik ki, tezliklə period tərs mütənasib kəmiyyətlərdir. Yəni biri məxrəcdə olanda digəri sürətli olmalıdır. Yəni biz çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürəti 2 şəkildə yaza bilərik. V bərabərdir 2πr bölünsün T və V bərabərdir 2πr şəklində də yaza bilərik. Düsturda ümumiyyətlə L çevrənin uzunluğudur. Biz riyaziyyat dərsindən bununla tanış olmuşuq. Bilirik çevrənin uzunluğu L hərfinə işarə olunur. L 2πr-ə bərabərdir. Burada pi sabit ədəddir, sabit rəqəmdir. Adətən təqribi olaraq 3,14 götürülür. R çevrənin radiusudur. D də diametr kimi götürülür. Yəni biz bilirik ki, çevrənin radiusu diametrin yarısıdır. R çevrənin radiusu, D diametridir çevrənin və D 2r-ə bərabərdir. Həmçinin düsturda dedik pi sabitdir, təqribən 3,14-ə bərabərdir. R çevrənin radiusudur, vahidi metr cihazı xəttkeş olacaq. T perioddur, vahidi saniyə, cihazı saniyə ölçəndir. N tezlikdir, vahidi 1 bölünsün saniyə, cihazı isə saniyə ölçəndir. Hər üç kəmiyyət skalyardır və xətti sürət olub vektorial kəmiyyətdir. Vahidi metr bölü saniyə, cihazı isə spidometrdir. Çevrə üzrə bərabər sürətli hərəkətdə əgər biz sürətlə digər kəmiyyətlər arasındakı asılılığa baxsaq, görərik ki, sürətlə period tərs mütənasib kəmiyyətlərdir. Yəni period artdıqca sürət azalır, period azaldıqca sürət artır. Yəni biz bunu yazmış olsaq, sürətlə periodu tərs mütənasib götürəcəyik və qrafiki isə sürətin perioddan asılı qrafiki hiperbol olacaq. Yəni burada da açıq aydın görünür ki, period artdıqca sürət azalmışdır. Əgər biz çevrə üzrə bərabər sürətli hərəkətdə sürətlə tezliyin asılılığına baxsaq, görərik ki, sürətlə tezlik düz mütənasibdir. Yəni bu o deməkdir ki, tezlik artdıqca sürət də artır, tezlik azaldıqca sürət də azalır. Ona görə də qrafik düz mütənasibliyin qrafiki şəklində olacaq. Yəni koordinat başlanğıcından keçən düz xəttə bərabərdir. Bu şəkildə yazırıq. Digər slaydda bizdə bu vaxta kimi keçdiyimiz düsturlar, onların işarələri, ifadələri, həm vahidləri və cihazları göstərilmişdir. Siz bu düsturlardan istifadə edərək məsələ həllində bu düsturları siz öz dəftərinizdə qeyd edərək məsələ həllində istifadə edə bilərsiniz. Həmçinin bugünkü dərsimizdə period və tezlik anlayışlarından bərabər xətti sürət anlayışını da keçdik. Bunu da özünüzdə qısaca olaraq konspekt formasında qeyd edə bilərsiniz. Keçək məsələ həllərinə. Bizdə məsələ həllində deyilir ki, Nicat velosipetin təkərinin radiusu 30 cm-dir. Yəni onun velosipetinin təkərinin radiusu 30 cm-dir. Təkərin dövrətmə tezliyi 5 saniyə üstü -1 və ya 5 bölü saniyə kimi olarsa, velosiped sabit sürətlə hərəkət edir. Pi 3 qəbul edin.
Nicat evdən mağazaya qədər 9 metr yolu nə qədər vaxta gedər? Gəlin əsasən verilənləri yazaq. Verilənləri qeyd etsə bizə verib radiusu. Radius bilirik ki, R hərfindən işarə olunur və bizdə burada radius 30 santimetrdir. Biz bunu metrə çevirsək, əsas vahidləri mütləq şəkildə çevirməliyik. Çünki bilirik əsas vahid metrdir. Uzunluq vahidi kimi yazıraq 0,3 metr. Pi-ni bizə 3 verib, pi-ni yazıram 3. Bizdə tezlik verib, tezlik balaca n hərfinə işarə olunur. 5 saniyə, 1/3 saniyə şəklində yazırıq. Bizdən soruşur zamanı. Yol da verilib bizə. Yol el bərabərdir yazaq 900 metr. 70'dir. Həmçinin bizə zaman verilib. T bərabər zamanı bizdən soruşur. Zamanı soruşduğu halda biz yaza bilərik ki, ümumiyyətlə yolun düsturunu yazsaq, bilirik ki, el bərabərdir. V vurulsun T şəklində yazılır. Bizdə sürəti biz bugünkü dərsimizdə tezlik formasında yaza bilərik. Yəni yolu olduğu kimi saxlayırıq. Sürətin yerinə yaza bilərik ki, P R N vurulsun T şəklində. Daha sonra qiymətlərini gətirək qoyaq və yaxud istəsəz buradan T-ni tapa bilərik. T-ni tapmış olsaq, L-i bölməli 2 P R N-ə. Qiymətlərini gətirib yerinə qoysaq, L-in yerinə qoyarıq 900, 2 pi 3, R 0,3, tezlik də 5-ə bərabərdir. Hesablayaq. Hesablayan zaman bəzi ixtisarlar burada aparmaq olar. Deməli, məxrəcdə olacaq 9, sürətdə olacaq 900 və bərabər olacaq 100 saniyə. Və biz buradan zamanı tapdıq. İndi həmin məsələdə B variantını işləyək. Demək, biz bu məsələdə sizinlə zamanı hesabladıq. Yəni, biz xətti sürətin düsturundan istifadə edərək zamanı 9 metr yolu nə qədər vaxtda getdiyini müəyyənləşdirdik. B variantında isə biz təkərə neçə dövr edər? Bizdən soruşur ki, bu müddətdə velosipedçinin təkəri neçə dövr edər? Gəlin yenə də verilənləri qeyd edək. Verilənlər dəyişiklik olmur. Yəni R yazmalıyıq ki 0,3 metr. Çünki bizə R verilmişdi. Zaman biz tapdıq 100 saniyə. Çünki bizə deyir ki, həmin müddətdə zaman 100 saniyə. Bizə verilib P-ni verib bizə. 3 verib. Həmçinin yolu verilmişdi bizə. El bərabərdir 900 metr. Bizdən soruşulur neçə dövr edər? Sual. B variantında bizdən soruşulur ki, bu müddətdə velosipedinin təkəri neçə dövr edər? Biz bilirik ki, bizə həmçinin verilənlərdə tezlik də verilmişdi. Tezlik 5 saniyə üstü mənfi 1 idi. Bizdən dövrlərin sayı soruşulur. Tezlik bilirik ki, n bərabərdir, n bölünsün t şəklində olur. Biz burada tezliyin yerinə 5, dövrlərin sayını bilmirik, x, zamanı biz tapdıq 100 qoysaq, n-i tapmış olaraq. N-i tapsaq tənasüb qaydasına görə əsasən 5-i 100-ə vurmalıyıq, yəni 500 alınacaq. Deməli, biz bu məsələlərdə sizinlə gedilən yolun düsturundan istifadə edərək gedilən vaxt sürəti yazdıq və zamanı yazdıq və sürətdə də xətti sürətin düsturunu gətirib məsələdə yerinə qoyduq və həmin sürətin düsturunu məsələdə qoyduqdan sonra bizə lazım olan kəmiyyəti, yəni zamanı hesabladıq. İkinci B variantında isə biz zamandan istifadə edərək, həmçinin verilən tezlikdən istifadə edərək biz dövrlərin sayını sizinlə hesabladıq. Keçək digər məsələyə. Bizdən soruşulur, deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkət edir avtomobil. O həmin çevrə üzrə 2 dəfə böyük sürətlə hərəkət edərsə, onun periodu necə dəyişər? Biz bugünkü dərsimizdə sizinlə öyrəndik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə sürət V bərabərdir 2 pi r t şəklində
hesablanır. Bizdən soruşulur ki, sürəti 2 dəfə artırsaq, period necə dəyişir? Biz bayaqki əvvəlki slaydlarda öyrəndik ki, sürətlə period tərs mütənasib cəmiyyətlərdir. Əgər biz sürəti 2 dəfə artırsaq, onda period bizdə tərs mütənasib olduğundan period 2 dəfə azalacaq. Yəni, bu şəkildə biz təyin edirik. Digər məsələyə baxaq. Digər məsələdə bizə deyilir ki, velosipedçinin diametri 240 metr olan çevrə üzrə sabit sürətlə hərəkət edir. Onun sürəti 4 metr bölü saniyə olarsa, dövrətmə periodunu tapın. Pi-ni 3 qəbul edin. Gələn verilənləri burada məsələ həllində yazırıq. Bizə diametri verilib. Diametri yazırıq. D bərabərdir 240 metr. Biz bilirik ki, məsələ həllində adətən sürətin düsturlarında bizə radius lazım olur. Əgər biz burada radiusu tapmış olsaq, verilən diametri 2-yə bölməliyik. Yəni yazmalıyıq 120 metr. Sürət verilib bizə V bərabərdir 4 metr bölü saniyə. Çünki sürət V hərfindən işarə olunur. Pi verilib, Pi-ni yazırıq. Pi bərabərdir 3. Tapmalı hissəsində bizdən periodu soruşur. Yazırıq T bərabərdir sol. Sonra yadımıza salırıq sürətin. Bilirik ki, V bərabərdir 2 pi r bölünsün T düsturuna hesablanır. Verilənləri yerinə qoyub hesablaya da bilərik. Gəlin verilənləri qoyaq. V-ni yerinə 4 yazaq. Sürəti yazaq 2. Pi-ni yerinə 3 yazaq. Radiusun yerinə 120 yazaq. Periodu bilmirəm, x yazaq. Biz burada riyaziyyatda keçdiyimiz tənasüb anlayışına istifadə edə bilərik. Bilirik ki, bunun məxrəcində 1-dir. Tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Yəni biz burada 4-ü x-ə vururuq, yazırıq 4x. Bir də sürətə vururuq. Sürətə vuranda necə var olduğu kimi qalır. Sonra biz x-i tapanda hasili vuruqlardan birinə bölürük. Yazırıq 2 vurulsun 3, vurulsun 120, bölünsün 4. İxtisar edirik. Hesablayırıq, görək. 120-nin içində 4 əvvəlcə hesablayırıq. 30-dur. 30 eləyir. 30-u 6-ya vursaq, 180 metr, 180 saniyə. Bizdən periodu soruşur. 180 saniyə almış olarıq. Yəni biz bu məsələdə həddi sürətin düsturundan istifadə etdik. O düsturda bizdən period soruşulurdu. Ona görə də biz periodu tənasüb qaydasına görə tapdıq və alınan rəqəmləri, yəni bizə verdiyi rəqəmləri həmin düsturda qoyduq və hesabladıq. Hesablama apararkən də ixtisar edərək düzgün cavaba gəlib çıxdıq. Biz bugünkü dərsimizdə sizinlə çevrə üzrə bərabər sürətlə hərəkətdə sürət anlayışı ilə tanış olduq. Və biz bu hərəkətdə sürət anlayışının 2 düsturu ilə sizinlə tanış olduq. Öyrəndik ki, çevrə üzrə bərabər sürətlə hərəkətdə əsasən 2 düsturdan istifadə olunur. Bu düsturlar bir-birindən period və tezliklərinə görə fərqlənirdi. Yəni biri periodla ifadəsi idi, digəri tezlikdir. Və həmin düsturda bəzi kəmiyyətlərlə də tanış olduq. Anladıq ki, bu kəmiyyətlərin vahidləri, cihazları hansılardır və nə zaman istifadə olunur. Həmçinin öyrəndik sizinlə ki, sürət periodla tərs mütənasibdir, lakin tezliklə düz mütənasibdir. Və bu mövzuya aid sizinlə bəzi məsələlərə baxdıq və məsələlərdə verilənlərdən istifadə edərək düstur təyin etdik və düsturda verilənləri yerinə qoyub hesablama apardıq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.